Izləyicilər, xoş gördük hər birinizi. Bizim Astime SAS TV üçün bugün müsahibimiz millət vəkili Elman Nəsirovun qızı Laləzər Əliyeva Nəsirovadır. Xoş gördük sizi. Laləzər xanım, sosial şəbəkələrdə sizin görüntüləriniz yayıldı. Artıq bir neçə gündür ki, bu mövzu müzakirə obyektinə çevrilib. Nə ilə bağlı idi? Əsas probleminiz sizin nə ilə bağlıdır? Nə vadar etdi sizi sosial şəbəkələrə çıxmağa? Hər kəsə salam. Mənim əsas problemim o idi ki, mən ailə qurmuşam, qaynatam içki aludəsi olduğuna görə adını deyə bilərəm də, Vahid Əliyev Gürcüstan vətəndaşıdır. Dəfələrlə mənə pis-pis ağza alınmayacaq, pis-pis təhqirlər, evdən çölə atmaqla hədələr. Yəni, hətta olmuş ki, içkili vəziyyətdə olub, gəlib qolumdan da tutub, qapını açıb ki, çıx get bu evdən. Neçə ildə ailəlisiniz? 2020-ci ildə 5 il tamam olub, 6-cı ilə keçir. Yəni, bu təhqirlər, sonra mən bu atamla bağlı da, bu təklimlə bağlı mənəvi şiddətlər ki, sən nə bilim, yiyən yoxdur, atan yoxdur, heç kim sən hörmət eləmir, biz nə eləməliyik? Yəni, belə bir söz soruşum, Laləzər. Bax, ananın müraciəti yayıldı. Anan orada deyirdi ki, bizə aliment verməyib. Bu söz düz idimi? Aliment verməyib bizə? Yox, aliment veribdi. Sadəcə ananın iddiasıdır bu ki, verməyib də, yəni belə fikirləşdim. Mən o məsələlərə çox qarışmaq istəmirəm, amma 18 yaşıma kimi verib. Sizin bu sosial şəbəkələrdə sırf atanızla bağlı danışdığınız iddialar nə ilə bağlı idi? İddialar onunla bağlı idi ki, yəni qaynatam hal-hazırda məni çölə saldığına görə müvəqqəti mənə qalmağım üçün əsas məqsədim o idi ki, bir yer versin ki, mən orada gedim qalım da. Yəni atanızdan dəstək istəyirdiniz. Dəstəyə görə məqsədim o idi. Onu biabır etməklə, nüfuzunu aşağı salmaq deyildi. Sadəcə cəhd edirdim, gördüm ki, heç bir mənə dəstək olmur. Yəni düşündüm ki, doğru yol budur ki, bəlkə onda mənə dəstək olur. Belə danışsan dəstək olaraq. Bəlkə atan fikirləşirmiş, bütün bu, belə deyim də, mental dəyərlərə dəstək olan insanlar kimi fikirləşir ki, qızımı biraz belə arxaya çəkilim, qızım boşanmasın. Necə fikirləşir? Ola bilər, o özü də mənə deyir ki, mən istəmirəm ailən dağılsın, uşaqlarım var deyə. Özü istəmir dağılsın. Amma yəni danışır da, yəni bu mövzuda deyib sənə ki, bir də mən, Laləzər, sənin yəni ümumiyyətlə atanın qohumları ilə, məsəl üçün bacıları ilə, qardaşları ilə münasibətin necə olub bu vaxta qədər? Məsələn, Əmin Ruslanla. Əmin Ruslanla. Niyə məhz Ruslan müəllimin adını çəkdim? Xətrini istəyirəm onun. Danışığınızın şahidi oldum. Qaynatamla bağlı problemdə hər dəfə özü gəlib, danışıb. Yəni, mən xeyrimə istəyib ki, yaxşı olsun da. Yəni, o xətrini istəyirəm. Həmişə də o zəng maraqlanmaqda, yəni həmişə mənim yanımda olubdu. Amma xeyri olmayıb da, yəni ki, bəxt dedik kimi, içki vərdişi var deyə o öz qohumları da dedi ki, yəni o insan düzələn deyil də, ya müalicə olunmalıdır, ya da başqa. Yəni qaynatanız alkoqolizmdən alkoqolda içkidən əziyyət çəkir. Laləzər, bir məsələ ilə də bağlı sual verim sənə. Elə gündəmdə, məsəl üçün, sizin ananızın bir çıxışı var idi ki, həmin çıxışda yəni iddia edir ki, atanız onu ruhi dispanserə saldırıb. Bu iddialar doğrudurmu? Yəni atanız elə bir addım atıbmı? Yox, məncə o doğru deyil. Görməmsən də, sən çünki siz artıq... Yox, mən görməmişəm, mən onda... Ümumiyyətlə sizin ananız normal, haranı bitirib? Mənim özüm anam AP-ni bitiribdi, kimya biologiya ixtisasını bitiribdi, özüm müəllim işləyibdi, yəni 45 nömrəli məktəblərdə işləyib, bəzi dövlət qurumlarında işləyib, ali savadlı insandır. Sadəcə indi bu vəziyyətlə bağlı, indi evin tək qızıyam da, yəni başıma gələn hadisələrlə bağlı hər bir insan kimi, yəni sarsıntı keçirib, əsəbləri yəni qarışa bilər, amma ağlı başında, ziyalı, normal ağıllı insandır. Sizin ümumiyyətlə, belə deyim də, bir də səfərimizdə hansı şirkətdən idi? Sipak şirkəti. Sipak şirkətindən. Sipak. Ay, sağ ol. Neçənci ildə sizin evləriniz düşüb? 2017-ci ildə Təbriz layihəsi, onun bir çox filialı var, Türkiyədə də var, başqa filialı var. Nərmanovda, Firdovsi Məmmədovdadır sizin ünvanınız, elə demək? 2 ev. Bəli, çox otaqlı, bir otaqlı evimiz
Yəni söküldü o bina, həyət evi, 170-dən çox ailə, yəni çölə atılıb, belə deyim də, sənəddə qeyd olunmuşdu ki, 2 il ərzində o bina təhvil verib bitəcək. 2014-də. Yox, 2017-də söküldü. Hə, 17-də. 2019-20-ci ildə dedilər ki, yəni bina təhvil veriləcək. Ancaq ki, 2025-ci ildə keçmişik, 8-ci ildə keçib ki, təhvil verilməyib. Gedib, yəni qonşular da çox yerə müraciət edib, icra hakimiyyətinə, prezident aparatına, xeyri olmayıb. Evə də gedib baxmışıq, yəni ev yaşayışa uyğun vəziyyətdə deyildi. Nə bina qışası qoyulmayıb, nə bina hazır deyil. Hələ tam hazır Hələ deyil. neçə deyirlər, gələn olacaq. Qonşular deyir ki, yəni 4-5 il ancaq bitər, bitməz. Və orada neçə otaqda sizdə? 2 Orada bizdə 2 evdir. Aha. 3 otaq, 1 otaq. Ananla, sənlə. Bir də ki biz həmin o şirkətin rəhbərliyi var da, Samir müəllimdir deyəsən. Elədirmi? Sizə ümumiyyətlə oradan kirayə pulu verilir? Kirayə pulu verilir, gecikdirilsə də, amma ki... İndi mən bir sual verim, amma səmimi cavab ver mənə. Kirayə pulu üçün Elman müəllim zəng eləyib onlara? Bəli. Bəli, o müraciət edib ki, Bəli. yəni bunlar təsdiqləyirsən. Mən demişəm atama ki, yəni ki, belə deyim də, mamam yaşlı adamdır, təzyiq olan adamdır. Demişəm ki, yəni o şirkətə gedəndə orada da ayaqüstə gözlədirlər saatlarından 4 saat, 5 saat vermirlər. Amma mən demişəm ki, yəni o mamam tək qalır, yaşlı adamdır, təzyiqi var, biraz ürəyində problem var. Demişəm ki, yəni Sami müəllimlə əlaqə saxlasın, anam kart hesabına köçürülsün. Yəni əlaqə saxlayıb da bununla bağlısınız. Onu köməklik edeyim. Bir də bir iddiamda istəyirəm özün, yəni bilmirəm, sənin mən çıxışında eşitdim. Həyat yoldaşınla münasibəti varmı atanın? Bəli, var. Var. İşə qoyması ilə bağlı deyəsən, sən demişdin, hə? Bəli, işə qoyulub. Atan qoyulub. Azərşıq Səhmdar Cəmiyyətinə. İnşallah. Birinci iş, mühafizə işi, sonra dəyişdirdik. Nəzarətçi mühəndis vəzifəsinə. Atan qoyub. Bəli. Yəni... Belə köməklər olubdur, Ancaq ki, indi istəyirsən ki, ev tutulsun sənə, yəni bu qaynatan... Mənə evlat kimi gəlsin, görsün, nəvələrim... İndi işi ilə bağlı ola bilər, amma bibilərin gəlirsə, yəni bibi adətən bu xaladan bir köynə evcaq olur da, bibi gəlirsə deməli... Əmin gəlib, 2 bibim gəlib. Deməli, onda ata deməli münasibəti yaxşı eləyib ki, onlar gəlir, gedir. Deməli, belə danışaq. Mən özüm görmək istəyərdim də, yəni özüm. İnşallah o da var da, indi sən belə çıxışlar çox elə. İnşallah. Sən efirlərdə belə çıxışlar çox eləsən. Yəni, əzizim, sənin ananda tək yaşayır, səhv eləmirəmsə. Və belə deyək də, bu yaşlı insanların biraz başı uşaq səsi falan götürmədiyinə görə evi var ananın. Hal-hazırda öz şəxsi evində yaşayır. Sən ona görə nənənlə dayının evində qalırsan. Yəni də həyat yoldaşından da münasibətin pis olduğuna görə. Yəni çöldə deyilsən də, şükürlər olsun. Yox, çöldə deyiləm, nənəmin evində qalıram. Nənəmin dayımın evində qalıram. Elin 6 ay burada yaşayır, 6 ay xaricdə yaşadığına görə. Onun da ailəlidir, 2 oğlu var. Ona görə yer məhdudiyyəti. Sən də bir qızsan da. Bəli. Yəni indi belə götürək də, sənin indi ananın yaşadığı evdə, həmçinin o 2 evdəki hansı ki binadadır, o evlər də sənindir. Elədirmi? Həmçinin qalan evlər onundur. Onundur deyəndə ki, ananındırsa sənindir də, qurban sənə. Ananındırsa sənindir və həyat yoldaşının da evi sənin hesab olunur, çünki o da evin tək oğludur. Yəni, düşünürəm ki, insanlara atanı bu qədər, belə deyək də, pis insan kimi göstərmək olmaz. Əslində, mən orada qeyd eləmişəm ki, mən atamın həmişə xətibini istəmişəm. Borcumdur. Dəfələrlə, hətta evdə onu alsatsalar da, yoldaşım, qaynatam, haqqında danışsalar da, belə deyək. Mən hər dəfə dava eləmişəm ki, yəni çalışmışam ki, ona heç bir söz deyilməsin. Lalizə, xarici ölkələrdən hansında olmuşsan? Amma düzündür. Dubai, Türkiyədə olmuşam. Ay, sağ ol. Amma o da anamın da kömək olub, atamın da yarı-yarı. Ay, sağ ol. Həm onun, həm onun. Yəni, atamın da yox. Tam ananın da yox, hə. Yəni, hər ikisi müştərək şəkildə sizi həyat yoldaşından birlikdə istirahətə göndəriblər. Yəni, bu, onda demək lazım deyil ki, atam, yəni, məndən heç maraqlanmayıb da. Bax, görsən, mütəmadi şəkildə. Amma ki, mən istədim mənəvi ay, sağ ol. Sən istədiyini, məsəl üçün, atam mənə bunu eləmədi, onu eləmədi deməkdənsə, atam mənə dəstək olsun. Mən qısa bir müddətdə başqa bir evə kirayə çıxım deyə bilərdin. Amma düşünürəm ki, bu qədər, yəni atanı alçaq. Kirayə çıxmaq istəyirəm, yoldaşım
atası tək oğludur deyə. O bu vəziyyətində, bu düşkün vəziyyətində qorxur ki, çıxsa el qınaq deyək ki, atasını qoyub getdi, yaxşı oğul deyil. Yəni o atasını düşünür. O atasını düşünür. Amma sən bu qədər 11 milyonun qarşısında yazıq Elman Nəsrovu düşünmədin ki, bu yazığı belə linç eləyəcəklər. Sadəcə istəyirəm ki, Dəstək olsun, evdən çıxasan. Dəstək olsun. Çox sağ ol bu səmimi etirafın üçün bizə. Sağ ol. Sənə xoşbəxtlik arzulayıram. Yəni əziz dostlar, deyirsiniz ki, bu qədər belə yaxından çəkib körpə balası qucağında olduğu üçün mən efiri daha şey tutmuram ki, üzü düşməsin. Çox sağ ol, minnətdaram sənə. Çox sağ ol əzizim.